Sabahınız xeyir. Yuxudan təzə durmuşuq. Artıq yarışa bir həftə qalıb. Düzdür, bunun sizdən xəbəriniz yoxdur yarışacağımdan, çünki hamı yarışmayacağım demişəm. Bu videonu da yarışdan sonra atacağım çox güman ki. Artıq bir həftə qalıb Peak Week-dəyim. Vlog tərzi bir video çəkəcəm. Birinci formu göstərərəm sizə, sonra da 1 saatlıq çöldə gəzəcəm. Yeməklərimi də falan da çəkərəm. Durum indi formu göstərəndən sonra yulafı falan, yumurtanı hazır qoyub gələcəm. Sonra qaydanda yeyəcəm. İnsə duraq, formu göstərim sizə, sonra gedək 1 saat gəzməyə. Bəli, form bu cürlüyü. Məncə yaxşıdır, bir həftə qalmış. Bir dənə su atacağıq, tam hazırıq. İndisə gedək, yeməklərimizi hazır qoyaq, sonra gedək 1 saatlıq gəzişə. Bəli, gəldik artıq mətbəxdəyik. Düyü unumuzu çıxaraq, ayda kofələr tökülür. Düyü unumuz, cream of rice. 50 qram bugün bunu yeyəcəm. Bir də badamımız var. 10 qram badam. Daha sonra isə heç nə yoxdur. Bir də qlazok üçün 5 qram ayrı zeytun yağı ayıracam. 15 qramı da ətə vuracam. O da günortanın işidir. Amma hələ ki 5 qram ayıracam. Onun dadı başqa şeydir. Ya da bu başka bir şeydi də. Bir dəqiqə bunu qoyaq bura. Bunu bir dənə sıfırlayırıq. 50 qram olacaq şəkildə. 50. Gördünüz, tam 50 qram. Bunu bağlayırıq. Bunu yerinə qoyuruq. Mən bunu yerinə qoyub gəlirəm. Koyduk yerine. Burada kofelerimiz var ve yulaflarımız. Burada bir tane kap koyacağıq. Buradan bir tane balaca kap götürək. Balaca kap burada yoxdur. Burada var. Yağı burada ölçürəm. Yağı mürəbbə qabında ölçürəm, görürsünüz. Keçdik. Bunu sıfırlayırıq təzədən. Yağımızı 5 qram. Daha artıq 5 ol. Aysa. Yağımız da 5 qram oldu. Bunu da söndürdük. Qoyduq bura. Daha sonra başqa işimiz qalmadı məncə. Bir də çiyələk çıxarmalıyam. Çiyələk burada deyil. Buradaymış. 50 qram hamısını ölçüb qoymuşam bura. Yadımdan çıxıb. Bəli, 50 qram çiyələyimiz beri meyvəsi olaraq. Bunlar da var. Bunu da qoyduq bura ki, buz açılsın. Gələndə biz bunları rahat yeyə bilək deyə. Badamları ölçmək yadımızdan çıxmasın. Gördüyünüz kimi 6 qram 10 qram olacaq şəkildə 9. Bu da 10 qram. Bəli, 10 qram badamımızı da ölçdük. Bəli, artıq yeməklərimizi hazır qoyduq. Gələcəyik 1 saat gəzməyə. 1 saat gəzməkdən sonra da gəlib yeməkləri. Çünki acından ölürəm. Ac qarnı hər səhər 1 saat gəzirəm. Neysə, getdik. Gəzməkdə görüşərik. Bəli, çıxdıq gəzməyə, gedirik 1 saat küçələrdə veylənəcəyik. Düzdür, mən hamıya demişəm ki, yarışa çıxmayacağam.
Yəni hamının bilməyini istəmirdim ona görə. Amma bu videonu da ona görə yarışdan sonra paylaşacağam. Çox güman ki, show day-də çəkəcəm. İnşallah show day ilə bərabər. Həqiqətən yarış dönəm mənim üçün çox çətin keçir. Acılıqdan, şəkərsizlikdən ölürəm ya. Yəni şəkər görəndə bildiyiniz ağlamağım gəlir. Çox çətin dövrdür bu yarış dövrü. İnşallah ki, Allah əziyyətimizi yerdə qoymaz, hər şey yaxşı olar. Dayanmışdıq, maşınlarda ona görə bağladım inqasını. Yəni bu yarış dönəmi, diyet o qədər çətin, o qədər xərcli bir dönəmdir ki, yəni yaşayanlar bilər, yəqin ki, aranızda yaşayanlar olub. Həqiqətən çox çətindir. Yəni səhər dur, ac qarnına 1 saat gəz, ged yemək. Ən yaxşı günün ən yaxşısı səhər yeməkdir. Mən gecələr tez yatıram ki, səhər durum o yulafı, o düyü unu yeyim yəni. İndisə 1 saat gəzirik. 1 saat gəzəndən sonra gedəcəyik və yeməyimizi yeyəcəyik. Artısa biraz ikinci yeməyin vaxtına kimi də yatmaq istəyirəm ki, yorğunluğumu alım məşqdən əvvəl. Bugün çiyin kürək günüdür. Proqramımız da dəyişib. Çünki 1-2 həftə qalmış. Bəlkə də bir çoxumuz bilib, glikojen depoları boşalması üçün biraz məşqləri ağırlaşdırmaq lazımdır. Proqramımız da dəyişilib. Əslində çiyin kürək olmamalıdır. Prosto ki, biraz qatma qarışıqlığı oldu deyə mən belə salmışam. Proqramda biraz qatma qarışıqlıq olmuşdu. Yarım saatdır gəzirik. Burada videonu açmaq istədim. Niyə? Bir söz deyəcəm. Bildiyiniz kimi ya da bilmirdiniz çünki deməmişəm. İmbaya yarışacağım, yəni natural. Bunu demək üçün xəbər verdim. Ayın 24-düdür yarış. Artıq ayın 17-sidir, yəni tam bir həftə. Və sizə Məhəmmədini tanıtmaq istəyirəm. Bildiyiniz kimi Məhəmmədiyə köçmüşdüm. Videoda paylaşmışam. Gördüyünüz kimi gözəl küçələr var. Evləri falan çox gözəldir. Artıq 20 dəqiqə qalıb. Hələ də gəzirəm. Videonu nəyə görə açdım? Sizə buranın mənzərəsini göstərmək istəyirəm. Həqiqətən çox qəşəngdir. Artıq 2 həftədir ki, Məhəmmədidə qaldım. Buranı 2 dəfədir görürəm. Əslində çox qəşəng yerlər var. Prosto tam tikintisi başa çatmayıb. Məncə tikinti başa çatımdan sonra Məhəmmədə çox əla yerlər olacaq. Bəli. Biz də buraları fırlanırıq. Evə çatana yaxın açaram videonu. Və bir də yemək hissəsi çox pis yola girdim bu dəqiqə. Bir də yemək hissəsində açacam. Görüşərik. Artıq 4-5 dəqiqə qalıb və məndən gələn bir dostumuz var. Hara gəlirsən sən? Nə şirinsən sən? Bayaqlar da düşüb arxamca. Bəli, artıq qaydırıq evə. Demək olar ki, bitdi. 4 dəqiqə falan qalıb. Gedək yeməyin başında açacam videonu. Acından ölürəm də day. Bu yeməkləri yemək üçün bu dəqiqə 4 dəqiqə mənə zülüm kimi gəldi. Heç görüşərik yeməkdə. Nəhayət gəldik yeməklərimizin yanına. İndi babat nuş eləyəcəyik burada. Yumurtamız var, 9 yumurta, 1 bütöv, qalan hamısının sarısı. Sonra burada düyü, bilmirəm görsənir, düyü unumuz var. Çiyələkli, badamlı qəşəng. 12 qram duzumuz və darçınımız var. Televizora baxa-baxa qəşəng nuş eləyəcəyik. Mən bunları yiyeyim, mənə nuş olsun, sizə də xoş izləmələr. Bəli, yeməyimizi yedik. Yeməyi yiyən kimi də yuxu basır. İndi 1 saat yox, daha doğrusu gələn öynün, yəni yeməyin vaxtına kimi yatmağı fikirləşirəm. 1 litr suyumuz da var yanımızda bankada. Günə 5 litr su tükətirəm. Həqiqətən 5 litr biraz çətin olur. İndi 1 litr suyumuzu içəcəyik, sonra biraz yatacağıq, sonra oyanıb ikinci yeməyimizi yeyib, sonra da biraz dərs falan, ingilis falan eləyəcəyik. Üçüncü yeməkdən sonra gedəcəyik məşqə inşallah.
Mən yatım. Mən yatanda siz də kanalıma abunə olmağı və videoma like atmağı unutmayın. İnşallah yatım durum, sonra görüşərik. Mənə şirin yuxular. Bəli, mən gəldim. İndi ikinci yeməyimizi yeyirik. İkinci yeməyimizi sizə göstərim. Burada 50 qram düyümüz var. Burada 6 tikə ətimiz var. Normalda 810 qram yeyirəm, yəni tikə-tikə ayırıram hər öğündə. Burada da salatımız var. Burada da tuzumuz var. Bəli. İndi mən bunlarla qəşəng bir nuş eləyim. Ondan sonra biraz dərs eləyəcəm. Məşqə yox, 3-cü öğündə açaram videonu. 3-cü öğündə də ət olacaq, bir də kahıl, xiyar falan olacaq da. Yeməkdən sonra qəbul elədiklərimi göstərmək istəyirəm. ZMA var. Kramplar üçün almışdım bunu. Bir kapsul bundan istifadə edirəm. Sonra BCA-mız var. 10 qram da BCA. 10 qram deməyəm, 5-10 qram BCA istifadə edirəm. Bir də kreatinimiz var. 5 qram da Optimum Nutrition kreatin istifadə edirəm. Bunları birazdan qarışdırıb içəcəyim. Sonra çox yorğunam həddindən artıq. Sonra uzanıb biraz yatacağım. Ya da yatmayacağım, elə uzanacağım. Sonra da məşqə gedəndə açaram videonu. Hər kəsə salam. Yatmışdım. Yəni yatmaqdan da bezdim. O qədər yorğun oluram ki, dalbadal yatıram, yəni başqa heç nə eləyə bilmirəm. Kofemiz var. Kofemizi içib hazırlaşıb gedəcəyik məşqə. İndi kofemizi içək. Hazırlaşaq. Gedək məşqə. Məşqdə də çox video çəkəməyəcəm, çünki təkəm deyə videoları çəkəndə yoxdur. Telefonu da çox belə söykəyəcək yer tapa bilmirəm. Ona görə çox video çəkə bilməyəcəm. Yəni çəkə bildiklərimi çəkəcəm. Bəli, gəlmişik məşqdəyik. Birinci çiyinlə başlayacağam, sonra kürəyə keçəcəm. İlk hərəkətimiz Motion işləyəcəyik. Sonra Motiondan sonra da keçəcəyik. Bunun shoulder press, yəni dumbbell-la işləyəcəyik. Çox video çəkə bilmirəm, çünki çəkəsi adamım yoxdur. İnşallah məşq araları 1-2 video qoyaram, ya da qoymaram, bilmirəm, ona baxacağıq. Mənə yaxşı məşqlər. Görüşərik yeməkdə ya da kardioda. Məşqimizi qurtardıq. İndi 30 dəqiqədə kardio eləyəcəyik. Sonra yeməyimizi yeyib gedəcəyik evə. Yenə deyirəm, məşqi çox çəkə bilmədim, çünki çəkəsi adam yoxdur yanımda. Təkəm həqiqətən də. Ona görə məşqi çəkəmədim. Məşq yaxşı getdi. Hətta əla getdi. Yəni yorğun idim deyə dedim getməz. Amma yenə də getdi. Qəşəng çiyin kürək işlədik. İndi kardiodayıq. Gördüyünüz kimi 30 dəqiqədə bunu eləyir, artıq qutarır, 4 dəqiqəmiz qalır. 5 dəqiqə beqavoid eləmişdim. Artıq qutarırıq, kəsirik, yeməyimizi yeyəcəyik. Sonra da gedəcəyik evə. Bəli, məşqdən çıxdıq. Nəsə çox qəşəng enerjim oldu. Məşqə gedənə kimi enerjim 0 idi. Getdim, kofeni içdim, getdim məşqə. Məşqdə birdən enerji gəldi. Şükür Allah, məşqim də qəşəng keçdi, kardiyom da yaxşı, yeməyimiz də yedik. İndi evə doğru gedirik. Amma sizə mənzərəni göstərmək istəyirəm. Buna abi, bax. Bu mənzərəyə bir bax. Burada uşaqlar oynayır. Çox əla mənzərə var. Gedirik evə, qəşəng bir dənə duş alaq. Sonra axşam yeməyində videonu açacağam. Axşam yeməyində yeyək, sağollaşaq, videonu bağlayaq. Məncə qəşəng bir video oldu. Çox da çəkə bilmirəm, çünki təkim yenə deyirəm. Ayda gözümə nə çəkirdi. Yəni çox da çəkə bilmirəm. İnşallah yaxşı olacaq hər şey. Allahın köməyi ilə. Gedim bir dənə evə. Bir də şeydir, bayaq avtobusda yadımdan çıxıb. Başım qarışıb telefona. Yolu çıxıb getmişəm evin yolundan o tərəfə. Baş gedib əməli başlayıb.